Məni izləyən hər kəsə Allahın salamı olsun. Bu günləri mən sizlərlə Novruz süfrələrinin olmazsa olmazı səmənini çox asan üsulla və 10 gün ərzində necə hazırlayıramsa onu paylaşmaq istəyirəm. Videoya keçməmişdən öncə, əgər videonu bəyənsəniz, kanalıma dəstək olmaq üçün videonun aşağısındakı like düyməsini, yəni yuxarı əl işarəsini basmağı unutmayın. İndi isə keçək səməninin hazırlanma qaydasına. Öncəliklə qeyd edim ki, video çox uzun olmasın deyə mən əvvəlcədən mərci ilə buğdanı tərtəmiz yumuşam və ayrı-ayrı qablarda istağa qoymuşam. Demək, buğdanı təmizləyirəm, tərtəmiz yuyub, üzərinə çıxandan da yəni artıq su əlavə edirəm, soyuq su. Və 2 gün bu şəkildə suda saxlayıram. Yəni buğdayla mərci tam şişir və tam yumuşalır. Bu mərcidir, o buğdadır. Bir də var vəzəri toxumu, amma vəzəri toxumuna su töküb saxlamağa ehtiyac yoxdur. Çünki ona su tökən kimi yəni həmin anda hazırlamaq lazımdır. Bu vəzəri toxumudur. Demək, mən buğda 300 qram götürmüşəm, mərci 300 qram götürmüşəm, vəzəri toxumu da 3 paçka götürmüşəm. Hardasa o da 150 qram. Və buğdayla mərci 2 gün istaqda qaldıqdan sonra tam yumuşalır. İndi mən göstərəcəm. Buğdaya əl vurduqda buğda rahat parçalanır. Görürsünüz, əl vurduqda əzilir. Mərci də buğdara. Və bu deməkdir ki, artıq tam buğdayla mərci suda yetişiblər və sularını süzürəm. Bir daha tərtəmiz yuyuram. Və buğda ilə mərcinin suyunu süzüb kənarda saxlayıram. Vəzəri toxumunun üzərinə su əlavə edirəm. Suyun çox az olmağını necə biləcəksiniz? Əvvəlcə biraz su əlavə edin, qarışdırın, qoyun kənara. Gördüyünüz ki, hələ yapışqan olmayıbdır, belə kley kimi, onda biraz da su əlavə edin. Və yəni nə qədər su götürməyini özünüz o vəzərdə görəcəksiniz. İndi mən də sizə göstərəcəm. Bax, mən biraz su əlavə edirəm, qarışdırıram, qoyuram kənara. Baxın, bu kıvama gəldikdə, baxın bu şəkildə olduqda artıq su əlavə etməməlisiniz. Və gəldik cücərtmə aşinasına. Mərci ilə buğdanı cücərtmək üçün bir qabın içərisinə yaş, suyu sıxılmamış yaş, pambıq əski və yaxud da torba yerləşdirirəm. Həmin o əskinin içərisinə tərtəmiz yuduğum mərcini yerləşdirirəm bu şəkildə və üzərini də bağlayıram. Yəni mərci tam yaş pambıq dəsmalın deyimmi ya bu cür əskinin içərisində qalmalıdır. Eyni qayda ilə də buğda üçün edirəm. Yaş əskin içərisinə buğdanı yerləşdirib üzərini bu şəkildə bağlayıram bu qaydada. Və yenidən üzərlərinə su çiləyirəm, hər tərəfini su çiləyirəm və 2 gün bu şəkildə saxlayıram. 2 gündə gündə 3 dəfə, 4 dəfə su əlavə edirəm ki, əski quru olmamalıdır ki, buğdayla mərci yaxşı cücərsin. Və belə qaldırıram. Əgər altı yaş deyilsə, qabın altına su əlavə edirəm və elə edirəm ki, mərci ilə buğda, yəni hər bir dənəsi suya dəysin bu 2 gün ərzində və 2 gündən sonra görüşərik. Və vəzəri toxumu ilə necə cücərdilir onu da göstərəcəm. Hər hansısa bir qab götürürsünüz, fərq etməz. Şüşə və yaxud saxsı. Pambıqla örtürəm bir qat. Hər tərəfini pambıqla örtdükdən sonra marlini suya batırıb, hər tərəfini marlini suya batırıb və pambığın üzərindən marli ilə bağlayıram. Bu şəkildə hər tərəfini marli ilə bağlayıram bir qat. Və gördüyünüz kimi pambığın da üzərindən marli ilə bağladıqdan sonra yalnız qulp hissəsini açıq qoydum. Vəzərini bir qat olaraq marlinin üzərindən çəkirəm. Qətiyyən 2-3 qat çəkməyin, çünki altdakı vəzərlər cücərəcək, üstə çıxa bilməyəcəklər. Ona görə bir qat çəkmək lazımdır. Və gördüyünüz kimi mən bir qat bütün qab boyunca vəzərini çəkdim. Və çəkdikdən sonra bir 5 dəqiqə qalsın, sonra sulamaq lazımdır ki, biraz qurusun ki, tökülməsin su vuranda.
və bu şəkildə 5 dəqiqə gözlədikdən sonra vəzərinin hər tərəfini bolluca sulayıram. Və bu arada 2 sutka keçdi. 2 sutka, baxın görürsünüz hələ də əski yaşdır və budur mərci ilə demək buğda çox gözəl şəkildə cücəribdir. Əslində bunu bir 2 sutkada saxlaya bilərdiniz, amma məncə 2 gün kifayət edir, yəni 4 günə ehtiyac yoxdur. Və yenə də yəni mərci ilə buğdanı açdıqdan sonra yenə də sulayıram ki, quru qalmasın. Quru olduqda iyi gəlir səməninin hazırladığınız zaman, ona görə mütləq tez-tez sulamaq lazım. Yəni gündə 4 dəfə sulasanız kifayət edəcəkdir. Əslində bir bilsəniz ki, bu buğdanı bu cür cücərdirsiniz, bunu bir 3 gündə, 4 gündə belə cücərsəniz, sonra onun suyunu çəkib içsəniz, o qədər xeyirdir, min dərdin dərmanıdır, qurdun dərmanıdır. Yəni çox xeyirlidir. Mən bunu belə də yeyirəm. Mənim yəni çox da xoşum gəlir. Cücərmiş səməninin, yəni buğdasını yeməkdən çox xoşum gəlir. Buğdalar cücərdikdən sonra hazırlayacağım səmənin qabının içərisinə çox nazik qat pambıq yerləşdirirəm. Üzərindən marli ilə örtürəm. Bunu etməyə də bilərsiniz. Mən saxsı qabda etdiyim üçün marli ilə edirəm. Adi boş qabda hazırlayanda heç marliyə, pambığa ehtiyac yoxdur. İndi görəcəyik. Marli ilə də bir qat pambığın üzərindən örtdükdən sonra cücərmiş buğdanı həmin qatın üzərindən yerləşdirirəm. Hamısını yox da yarısını yerləşdirirəm. Əlimlə üzərindən basıram. Çünki nə qədər basmasanız o qədər hündürləşəcək. Yəni dibi o qədər hündür olacaq. Ona görə əlinizlə basmaq lazımdır ki, qabdan yuxarı çıxmasın səməninin yəni dibi. Və eyni qayda ilə də mərcini edirəm. Mərcini də yəni marli görünməyəcək dərəcədə əlavə edirəm və üzərlərini sulayıram və beləcə tam səməni cücərənə qədər gündə 4-5 dəfə sulayıram. Bir başqa üsulla da boşqabda hazırlayacağım. Boşqabın içərisinə balaca nəlbəki yerləşdirirəm. Kənarlarına buğda cücərmiş əlavə edirəm. Ortasına isə cücərmiş mərci əlavə edəcəm. Bu da görünüşdə cücərəcəkdir. Bir şey də qeyd edim ki, buğdanın yaşıl, yəni cücərməsi, səmənisi biraz yaşıl olur, tünd olur. Amma mərcinki biraz solğun olur, açıq olur. Bu da ikisini bir yerdə cücərtdikdə çox gözəl görünür. Ona görə də siz də bu cür ideyalardan səməninizi cücərdə bilərsiniz. Və gördüyünüz kimi heç pambıq marli yerləşdirmədən hazırladım bunu. Və artıq bu da bir başqa üsulda biraz buğda, biraz mərci, biraz buğda, biraz mərci bir qabda cücərdəcəm. Bu buğdadır, təmiz. Bu isə buğda ilə mərci qarışımıdır və beləcə 10 gün ərzində tam cücərənə qədər gündə 4-5 dəfə buğdaları sulamaq lazımdır. Amma 4 gün ərzində üzərlərini yaş əski ilə bağlayın ki, hər tərəfi eyni bərabərlikdə cücərsin. Yəni orta tez cücərib kənarları yəni buğda şəklində qalmasın. Ona görə 4 gün ərzində baxın belə əski bütün buğdaya dəyəcək şəkildə yaş olmalıdır. Mən götürürəm kranın altında yaş eləyirəm, gətirirəm, sərirəm təzədən buğdaların üzərinə və bunu 4 gün ərzində gündə 4 dəfə edirəm. 4 gündən sonra isə başlayıram fısusla da belə deyim sulamağa gündə 4 dəfə. Amma bu 4 gün ərzini mütləq üzərləri bu şəkildə bağlı yaş əski ilə qalmalıdır ki, buğdalar hamısı eyni bərabərlikdə olsun. 4 gündən sonra isə baxın bu cür sulayacağım. Amma demək vəzəri toxumun üzərini bağlamırsınız. Onu elə gündə 4-5 dəfə sulamaq lazımdır. Və 10 günə çox gözəl şəkildə səməni cücərəcəkdir. 10 gündən sonra görüşərik. Və budur artıq 10 günün tamamında
Möhtəşəm səmənlərimiz artıq hazırdır. Baxın, bu mənim o yarı mərci, yarı buğdayla hazırladığım səmənidir. Görürsünüz necə gözəl şəkildə cücəribdir. Bu isə boşqabda hazırlamışdım. Hansı ki, boşqabın kənarları buğda, ortası isə mərci idi. Bu da görürsünüz necə gözəl görünür. Sanki içərisində güllər çıxır səməninin. Bu isə yalnız buğdadan hazırladığım səmənidir. Çox gözəl şəkildə cücəriblər. Və mən onu qeyd etmək istəyirəm ki, vəzəri ilə olan, yəni cücərən səmənim çox təəssüf ki, yəni sındı, şüşəsi sındı. Ona görə yenidən hazırlamağa məcbur qaldım. İnşallah hazırladıqdan sonra Instagram səhifəmdə də paylaşacağım sizinlə nəticəni. Bu qədər. İnşallah ki, sizə yarayan bir video olar. Əgər videonu izlədikdən həmən sonra başlasanız hazırlamağa, onda ikinci çərşənbədə süfrənizdə öz cücərtdiyiniz səməni olacaqdır. İnanın ki, heç bir çətin bir proses deyil. Əksinə çox belə deyim də zövq verici bir işdir bu səməni cücərtmək. Uşaqlar çox sevinirlər. Hər gün yuxudan durduqları zaman buğdanın biraz da belə cücərdiyini gördükləri zaman çox şənlənirlər, çox sevinirlər. Ona görə də özünüz hazırlayın. Əzizlərinizi, balalarınızı sevindirin inşallah. Göz haqqınızı halal edin. Allah hər kəsin ruzusunu bol etsin. Abunə olmağı unutmayın, like etməyi unutmayın. Sağ olun.